İllərdir Bakıda daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunurdu. Bəs maraqlıdır, görəsən 2026-cı ildə daşınmaz əmlak bazarında vəziyyət necə olacaq? Bu il daşınmaz əmlak bazarında kəskin bahalaşma gözlənilmir. Bəzi dövrlərdə bu artım illik 10, hətta 20%-ə qədər yüksəlirdi. Ekspertlərin sözlərinə görə 2025-ci ilin ikinci yarısından etibarən bazar yeni mərhələyə keçib və durğunluq müşahidə olunur. Paytaxt ərazisinə baş verən söküntülər səbəbindən vətəndaşlara kompensasiya olaraq ödənilən pul vəsait hesabına paytaxt sakinlərinin böyük bir qismi artıq Bakı ətrafı ərazilərə üst tuturlar ki, bu da Bakı ətrafı ərazilərdəki fərdi yaşayış evlərinin tələbatı artırır və onların qiymətlərində ötən aylara nisbətən qismən artımlar müşahidə olunur. Növbəti ipotek kreditləri ayrılarsa, bu əmlak bazarına kütləvi surətdə müştəri axını nəticələnə bilər və bu səbəbdən də qiymətlərdə stabilləşmə, bəzi ərazilərdə isə qismən artımlar da baş verə bilər. Kirayə bazarında da vəziyyət stabildir. Mövcud vəziyyətin nə vaxtadək davam edəcəyi isə hələlik məlum deyil. 2024-cü ildən 25-ci ilə, yəni bir il ərzində qiymətlərdə təqribən 10-15%-ə qədər artım müşahidə olunub. Bu artımın bir qismi bəlli səbəblərdən olsa da, bəzi qismi isə deməli süni qiymət artımı kimi qiymətləndirilir. Yəni daha doğrusu keçən ilin dekabr ayına, 25-ci ilin dekabr ayına bir daha nəzər salsaq, görərik ki, həmin o süni qiymət ki artmışdı, o qiymətlərdə bəzi əmlak sahibləri həmin o qiymətləri az da olsa aşağı qiymətlə təklif edir ki, evlərini sata bilsinlər. Torpaq sahələrinin qiymətləri də bahalaşacaq. Proqnozlar belə deməyə əsas verir. Səbəblər isə müxtəlifdir. Qiymət artımı boş torpaq sahələrinin azalmasından əlaqələndirilir. Ölkə əhalisinin sayı artır və tikintinin həcmi yüksəlir. Bu baxımdan torpaq sahələrinin bazarda çəkisi azalır və o baxımdan torpaq sahələrinin qiymətindəki artım təbii artımdır. Və eyni zamanda bildiyimiz kimi torpaq sahəsi tikinti işləri üçün çox vacib elementdir. O cümlədən kənd təsərrüfatı fəaliyyəti üçün və digər istiqamətdə fəaliyyətlər üçün torpaq sahəsi tarixən həmişə dövr olaraq elə bir dövr olmayıb ki, yeni qarşıdan gələn dövrdə torpaq sahəsi əvvəlki dövrə nisbətən ucuzlaşsın. Paytaxtın mərkəzində yeni tikililərin sayının azalması bazarda rəqabəti zəiflədib. Bu da uzun illər qiymətlərin süni şəkildə yüksək qalmasına səbəb olub. Ələkbər Salih, Zaur Həşimov, Sabir Şahvələdov, TRSR.